Deməli, mətni oxuyuruq. Oğlunu orduya yola salandan sonra ana evdə otura bilmədi. Qonşusu dərzi Cahangirin yanına gedib arteldə işə başlamaq üçün kömək istədi. Dərzilik deyir əl əməyinə əsaslanan kustar peşə sahəsidir. Burada deyir ki, ana yəni gedir peşə öyrənməyə zat. Birdən deyir dərzilik əl əməyinə əsaslanan kustar peşə sahəsidir. Bu üslubi cəhətdən mətnə zidd olan cümlədir. Bu peşə ona çoxdan tanış və yaxın iş idi. Cavanlıqda onun tikmə köynəkləri, əl işləri, sapla vurduğu naxışlar məşhur idi. Sonradan başı ailəyə övlad böyütməyə qarışmışdı. O yenə sənətinə qayıtmışdı, ancaq indi arteldə naxışlı köynək ya dəsmal hazırlamırdı. Qışqabağı yun parçalardan isti paltarlar tikirdi. Yoldaşları da, ustası da onun işinə diqqət yetirir, kömək edirdilər. İşlədikcə gəncliyini xatırlayırdı, ancaq heç bir xatirə və xəyal onu oğlu Tahir qədər məşğul etmirdi. Elə bilirdi, tikdiyi köynəklərin hamısı Tahir üçündür. Az qalırdı, verilən bütün ölçüləri kənara qoysun, ancaq oğlunun boyuna uyğun bitsin. Xəyalında Tahirə həmin köynək əynində düşmən üstünə hücum edən görürdü. Tikdiyi paltarların düyməsini möhkəm etmək üçün hamıdan çox çalışırdı. Bir düymə deyirdi, əsgəri vacib işindən qoya bilər. Düşünürdü ki, Tahirə yazaram, bala, köynəyin yaxasına fikir ver, orada ananın əlləri gəzmişdir. Tezdən onu oğlundan xəbər eşitmək üçün sonsuz ümidlə radionun qabağında görərdin. Hava isti keçdiyi üçün ürəyi nisbətən rahatlıq tapırdı. Savadsız olsa da hər gün qəzet alır, axşam məktəb uşaqlarını oxudurdu. Hərdən onlardan soruşurdu, bala, Quduz Hitlerin qoşunu bəs nə vaxt qırılacaq? O bərdə nə yazırlar? Tahir ilk məktubunda anasının arzusuna cavab vermişdi. Ana, düşməni tam məhv edəndən sonra görüşərik. Ana isə məktubunda yazırdı, oğul yaz görüm əlimlə tikdiyim köynək sənə çatdımı? İstidir, möhkəmdir, gərək səni sıxsın, soyuqdan qorusun. İndi deyilənə görə orada qar yağır. Uşaqlar, burada iki dənə bir-birinə zidd cümlə var. Biri odur ki, deyir ki, indi orada deyilənə görə qar yağır. Və bu cümlədə yuxarıda deyir ki, amma yuxarıda deyir ki, havalar isti keçir, bayaq oxudum. Deyir ki, deyir, hava isti keçdiyi üçün ürəyi nisbətən rahatlıq tapırdı. Bəli, bir dəfə deyir istidir, bir dəfə də deyir ki, orada qar yağır. Deməli, bu iki cümlə bir-birinə nə yaradır? Ziddiyyət yaradır. Sonra, bəli, ona aid sual varsa, jürilə bilin ki, açıq sualdırsa həll elədiniz. İndi orada deyilənə görə qar yağır. Bu cümlə ilə ürəyə nisbətən rahatlıq tapırdı. Çünki hava isti keçirdi. Bax, bu hissə ikisi bir-birinə nə yaradır? Ziddiyyət yaradır. Məktubu poçt qutusuna salandan sonra xəyal olub özü də kağızla bircə yollara düşürdü. Hərdən ürəyinə gəlirdi. Davadır, göydən od yağır. Tahir tüfəngi alıb necə qələm götürsün. Bir gün anaya qəzetdə Tahirin şəkli var xəbərini verdilər. Tezdən alıb qoyuna qoyduğu qəzeti çıxarıb açdı. Başında ulduzlu papaq, əynində əskər köynəyi olan bir oğlan ananın üzünə baxıb gülümsüyürdü. Sanki gülə-gülə soruşurdu. Necə də ana, yaraşırmı? Ananın gözləri yaşardı. Sanki aylardan bəri ayrıldığı oğlunu bağrına bastı. Şəkli gücü kimi gözünün önündə saxladı. Baxdı. İxtiyarsız dilindən bu sözlər qopdu. Mübarək olsun bala, paltarların mübarək, nizamın mübarək. Bir neçə gündən sonra Tahir anasını məktub ilə yenə sevindirdi. Mən bunu birinci dəfə oxuyanda o qədər qorxmuşdum ki, axırda Tahirə nəsə olacaq. Ona görə axıra qədər adam həyəcan içində qalır. Deməli, 111-ci suala baxırıq. Deyir, mətnə əsasən cədvəldəki doğru fikirləri müəyyən eləyin. Deməli, savadsız olmasına görə qəzetləri uşağa oxutması nəticədə ananın qəzet alması. Xeyr, oxuyandan sonra mı qəzet alırlar? Bir səhvdir. Müharibənin gedişini izləməsi nəticədə qəzet alması. Yəni, ana nə səbəbə qəzet alırdı? Müharibənin gedişini izləmək üçün. 2 düz. Əskərlər tikdiyi paltarlar haqqında məlumat almaq istəyir, nəticədə qəzet. Qəzet almaq üçün, qəzet almasının səbəbi tikdiyi paltarlar haqqında məlumat almaq deyildi. Ya da qəzet almasının səbəbi radioda deyilənlərin anlamaması deyildi. Qəzet almasının səbəbi həm də nə idi? Oğlunun müharibədə olması idi. Cavab olur 2 ilə 5 Y variantı. Keçirik 112-ci suala. Deyir, mətndəki əsas fikri ifadə edən aforizmi müəyyən edin. Günəşin son şüası belə tükənər, ancaq bir ananın ümidləri və sevgisi həmişə yaşayar. Elə bu olacaq yəqin, nöqtələyək. Bir ana ürəyi dibindən həmişə əff olan uçurumdur. Mətndə əff etməkdən söhbət getmir. Analarda qırıq qəlbləri düzəldən qırıq qəlbdən söhbət getmir. Ana 5 adam üçün ancaq 4 dilim tort qaldığını bildiyi zaman tortdan nifrət et. Burada ana fədakarlığından çox da söhbət getmir. Heç kim qollarında bir uşaq tutanana qədər cazibadar.
məsələsindən söhbət getmir, elə ən urvatlı variant A variantıdır. Mətndə hansı suala cavab yoxdur? Tahir anasına necə təskinlik verirdi? Tahir anasına necə təskinlik verirdi? Məktub göndərərək təskinlik verirdi. Sonra ana niyə sənətindən uzaqlaşmışdı? Çünki başı uşaqlara, ailəyə uşaq böyütməyə qarışmışdı. Ana nə üçün arteldə işləməyə başladı? Fikirləşdi ki, orada tikdiyi köynəklər oğlu Tahir üçün biçiləcək. Ana paltarları tikərkən ən çox nəyə diqqət yetirirdi? Düyməsinə. Çünki deyirdi ki, bir düymə əsgəri vacib işindən qoya bilər. Tahirin şəkli niyə qəzetdə idi? Bilmirəm. Bunu bilmirik. Yəni ehtimal eləyə bilərik ki, Tahir nəsə uğur qazanıb, hansısa döyüşdə və s. ona görə şəklini vurublar. Amma burada deyir ki, baxdı, dedi ki, mübarək olsun bala, paltarların mübarək, Nizami mübarək deyir. Amma da niyə vurulub şəkli onu demir. Ona görə cavab olur Y variantı. Gəldik, çıxdıq 114-cü suala. Mətnin üslubu üçün səciyyəvi olmayan cümlə bayaqları yazıca gəlsə, mətni oxuyanda elə göylə altından xəttləmişdim. Birinci abzasdır. Bu da getdi. A variantı çox asandır. Çox asandır. Kaş belə düşə. Amma hardadır? Ardıcılığı müəyyən eləyin deyir 115-də. Deməli, birinci məktublaşma həsrətdən yaranan məşğuliyyət. Birinci bununla başlayacaq. Çünki həsrətdən dolayı gedir arteldə işə başlayır. Arteldə işə başlamaq üçün kömək istəyir. Həsrətdən yaranan məşğuliyyət. 2 ilə başlayacaqsa A gedir, D gedir, B gedir. İndi 2-dən sonra necə gələcək? Kiçik bir detalın dəyəri o düymədir. O düymədir. Amma keçmiş xatirələr əlbəttə ki, gələcək. Keçmiş xatirələr nə idi? Çünki elə bil əvvəllər köynək, əl işi, naxış, zat tikirdi, belə deyək. Bu keçmiş xatirələrdir. 2-dən sonra gəlir 5. Ondan sonra kiçik bir detal düymə məsələsi gəlir. 2, 5, 3. Sonra məktub göndərir. Tahir anasına məktub göndərir. 1. Ondan sonra 2, 5, 3, 1, 4. Ananın qürur dolu sevinci. Bax, burada da ana neynir? Sevinir. 2, 5, 3, 1, 4. C variantı. 116-cı sualı da bayaqları danışanda dedi ki, bir-birinə ziddiyyət yaradan cümlələrdən biri deyir, indi orada deyilənə görə qar yağır. Amma yuxarıda deyir ki, istidir deyir, indi orada havalar deyir, isti keçdiyi üçün ürəyə nisbətən rahatlıq tapırdı. Fikrinizi əsaslandırın. Deyirsən ki, çünki 4-cü abzasda havanın isti keçildiyi deyilirsə də, 5-ci abzasda havanın qarlı olduğu haqqında məlumat verilir. Yəqin ki, bunu da başa düşdünüz. Bəli. Yox, o başqa mənada deyir, göydən od yağır. Davadır, göydən od yağır. Bu deməkdir ki, top tüfəng atəşinə tuturlar. Yəni günəş mənasında deyil, bəli. Davadır, göydən od yağır. Tahir tüfəngi alıb necə qələm götürsün? Yəni buradan tüfəng atırlar, oradan bomba atırlar. O mənada od yağır anlamındadır. Yəni ona görə elə sırf 4 ilə 5-i bəli götürməli idiniz. Sonra 117. Mətnin səsi ananın təskinliyini ifadə edən 2 cümlə yaz. Ananın təskinliyi nə idi? Ananın təskinliyi o idi ki, 2 təskinliyi vardı. Biri o idi ki, deyir, elə bilirdi ki, bitdiyi bütün köynəkləri Tahir geyinəcək. Bax, burada yazılır, elə bilirdi dikdiyi köynəklərin hamısı Tahir üçündür. İkinci təskinliyi o idi ki, Tahir tüfəngi alıb necə qələm götürsün, ona görə məktub yaza bilmir. Bax, bu 2 dənə təskinliyi var idi ananın. Bu ikisini yazmalıydınız. Başqa bilmirəm nə yazmısınızsa. Budur və bir də şey yazıblar burada. Deyir, tikdiyi hər paltarda oğlunu xatırlayırdı. Elə bilirdi, tikdiyi köynəklərin hamısı Tahir üçündür. Bayaq yazdıq bunu. Xəyalda Tahiri həmin köynəyində düşmən üstünə hücum edən görürdü. Eyni məsələdir. Hava isti keçdiyi üçün ürəyə nisbətən rahatlıq tapırdı məzmunu fikirlər yazıb və sair yazıb. Və sair dediyi də bax digər təşkili də budur.
mən dediyim. Çünki yenə də deyirəm, o fikirləşirdi ki, oğlu məktub yaza bilmir, çünki o döyüşür ona görə. Bu ikisini yaza bilərdiniz. Sonra necə? O, xarakterik xüsusiyyətdir. Deyir, təskinliyini ifadə edən iki cümləni seç mətnini. Hə, 118. Mətnə əsasən klaster tanımlayan fikirlər, bəli, anlayışlı, zəhmətkeş, mərhəmətli, ürəyi yumşaq, nə qədər desən anlaya oradan. Zəhmətkeşlə nə yazırsan? Yazmaq olar, bəli. Burada şey yazıb, qayğıkeş, zəhmətkeş, sadəlövh. Yazmaq olar, bəli, zəhmətkeşdir, ən birinci zəhmətkeşdir. Sonra can yandıran, bəli, yazmaq olar, canı yananlıq, nazik ürəklilik, o boyda sözlər keçmişik, sentimentallıq falan var idi. Yazmaq olar, bəli. Can yandırır, çünki orada deyir ki, düymə çox vacibdir falan. Sonra narahat yazmaq olar. Həssas, bəli, yazmaq olar, çünki ana övladına qarşı həssas davranır. Bu da belə. Mən nazik ürək sözünü unutmuşdum, istiqanlı yazdım. İstiqanlı bizə nə deməkdir? Hamı ilə yola gedə bilən. Burada istiqanlılığını görmədik axı biz. Məncə onu götürməyəcəklər. İstiqanlı elə bir ki, mən sənə də yola gedirəm, onunla da yola gedirəm. Belə biz ananın orada istiqanlılığını görmədik. Sadəcə müsbət xüsusiyyətdir deyə götürüb yazıbsan. Mehribanla sənə mehriban olduğunu hardan gördün? Getsin mehribanla. Mehribanlığını harda gördün? Sonra 119 6-cı abzasda deyir, üslubu xətalı cümlə var. Bəli, Tahir tüfəngi alıb necə? Ay, sağ ol. Yox, arada başınız işləyir. Tahir tüfəngi atıb necə qələm götürsün? Bəli, düzdür. Tüfəngi atıb necə qələmi götürsün? Bunu yazmaq olar. Elə budur da, elə vəsə. Hə, başqa yoxdur. Elə bil götürürsən bu cümləni, çünki vergüllə yazıb. Bu cümləni bütünlüyünə yazsan ki, nöqsanlı cümlə budur. Alıb da atıb eləyirsən, qurtardı. Gül kimi 5 bal cibində. Başqa qüsur yoxdur. Başqa düzəldirsinizsə səhv. İndi gəlib eləsin sağlıqlar ki. Mətndə altından xətt çəkilmiş cümlə əsasında cədvəli doldurun. Bax, davadır, göydən od yağır. Mübaliğə var əlbəttə ki, məcazlıq var, obrazlıq var. Düşür, Azərin düşür, keçən düşmüş. Məsələn, bəli, yazırsan ki, cümlənin üslubu xüsusiyyəti, yazırsan məcazilik. Əslində sualın biraz quruluşu biraz düzgün deyil, məcazilik. Məcazilik yazdın. Sonra yazırsan ki, mübaliğədən istifadə olunub. Belə əsaslandırırsan ki, mübaliğədən istifadə olunub. Çünki göydən od yağa bilməz, şişirtmə var və davanın necə, müharibənin necə deyim, qızğın keçdiyini göstərmək məqsədi ilə istifadə olunmuşdu. Belə əsaslandırırsan, fikrini əsaslandırma. Əslində nümunə ilə deyil də, fikrini əsaslandırma olmalı idi. Sadəcə əsaslandırma olmalı idi, belə. Onu seçmirsən, Azərcan, sən neynəmsən? Altından xətt çəkilmiş cümləyə əsasən deyirik. Sən neynib ki, bədii sual zad axtarırsan orada? Azərin. Bir dənə altından xətt çəkilmiş cümlə var. Bax, yekəltirəm. Bir dənə bax, yetimdir, yazıq. Gedirsən özündən Amerika kəşf edirsən, təzə suallar çıxartırsan. Bu cümlənin nə var bu cümlədə? Məcazilik, mübaliğə, əsaslandırma ona görə ki, göydən od yağa bilməz. Müharibənin necə dəhşətli və qızğın olduğunu göstərmək üçün istifadə olunub. Şo, qurtardı. Bəli.
Arada asan verirlər, arada çətin verirlər. O baxır qəbulun ilindən, bir də uşaqların bəxtindən asılıdır biraz. Bəli. Mətndən mətnə dəyişir.